Dənizkənarı Milli Park ərazisində əkilmiş gülləri əzərək əkin sahəsini yararsız hala salan şəxslərin kimliyi müəyyənləşdirilir. Məsələ ilə bağlı aparılan araşdırmalarla həmin əməlləri törədən 10-a yaxın şəxs müəyyən olunaraq polisə çağırılıb. Həmin şəxslər barəsində məsuliyyət tədbirləri görülür. Salam dostlar, deməli rahat marketdəyim, amma qiymətlər o qədər də rahat deyil. Aparıcı Aytən Səfərova marketlərdəki qiymətlərdən şikayətçidir. Aparıcı vitrindəki alça və əriyin qiymətlərini nümayiş etdirib. Görüntülərə əsasən alçanın kiloqramı 85, əriyin isə 29 manatdan təklif olunur. Rahat marketdəyəm, amma qiymətlər heç də rahat deyil. Alça və yaşıl əriyin qiymətləri bahadır deyə Aytən Səfərova bildirib.